Vurdu qapı qarşısına, amma top Orxana dəydi. Hücum davam edə bilər. İsmail orada itirdi topu. Riskli zonada. İndi Qarabağın əks hücumunu izləyirik. Onur solcan hötürmə Əli Bəşirov istiqamətində. Əli önündə Kamil. Bəşirov zərbə mövqeyi axtarır. Əli Bəşirov oyunda hesabı açır. Maçın 53-cü dəqiqəsində Qarabağ hesabı açdı. Əli Bəşirov fərqləndi. Orada müdafiədən əks hücuma çıxdılar. Təəssüf ki, orada İsmail Səfərli keçməyə çalışdı, alınmadı və həmin əks hücum qolla tamamlandı. Emin gəldi İsmailin yanına, təsəlli verdi bu epizoda görə. Daha diqqətli olmaq lazım idi. Hadi səhvdən qapımızda qol buraxdıq. Onur Əli ilə oynadı. Bəşirov solunda, Amin də var idi. Özü çəkdi sağa və topu qapıdan keçirdi.